Endokrin sistem olduqca mükəmməldir. Daxili sekresiya vəzlərimizdən gələn hər hansı bir problem, şikayətlər bizim üçün bir siqnaldır. Bunlar necə ola bilər? Çəki problemləri, xüsusən dünyanın aktual problemi olan piyələnmə. Bu xəstə mütləq şəkildə endokrinoloqla görüşməlidirlər. Çünki piyələnmənin səbəbləri endokrin qaynaqlı ola bilər. Çəki azlığı eyni zamanda dəri problemləri, dırnaq qırılması, saç tökülməsi, bu kimi şikayətlər də endokrin səbəbli ola bilər. Bundan başqa cinsiyyət sistemi ilə bağlı problemlər, qadınlarda menstruasiya problemləri, kişilərdə testosteron azlığına bağlı gücsüzlük, cinsel funksiyada olan hər hansı bir problemlər, bunlar endokrin qaynaqlı ola bilər. Digər tərəfdən saç tökülməsi, digər tərəfdən əhval-ruhiyyə ilə bağlı olan dəyişikliklər, yorğunluq, halsızlıq, bu kimi şikayətləriniz varsa endokrinoloqla görüşməlisiniz. Xüsusilə bu şikayətlər bir aydan çox davam edirsə, yaxud da 2-3 həftədə xəstə özünü yorğun hiss edirsə, mütləq şəkildə bunlar endokrinoloji araşdırmanı tələb edir. Şəkərlə bağlı, şəkərli diabetlə bağlı, ağız quruluğu, gecələr sidiyə çıxma, çox su içmə, bu kimi şikayətləriniz varsa, şəkərli diabetin varlığını araşdırmaq üçün və yaxud da şəkərsiz diabet olduğunuzu bilməyiniz üçün, çünki endokrin sistem çox mürəkkəb və hərtərəfli bir sistemdir. Bu şikayətləriniz varsa, mütləq endokrinoloqla görüşüb endokrin problem olub-olmadığını araşdırmaq lazımdır.